Salam. Salam. Bugün sizlərlə bərabər bir gün boyunca aşpaz oluruq. İkinci bölüm çəkirik. Əslində mən demişdim ki, nə vaxtsa çəkəcəyəm, amma bu video çox maraqlı olduğu üçün ikinci bölümün elə indidən çəkmək istədim. Və keçən bölümdən fərqli olaraq bu gün yanımda Cheong var. Bəli, Cheong xəstə olduğu üçün səsi biraz qəribə gələcək. Yəni keçən videoda da yox idi. Ona görə bu gün Cheong əslində videoda olmaq istəmədi. Sadəcə mən dedim ki, gəl sənsiz maraqsız olur. O da gəldi. Bəli, o çox danışmayacaq çünki səsi pisdir. Yəni özü deyir ki, mən çox danışmayacağam, səsim pisdir. Okey. Bəli, biz indi başlayırıq. Başlamadan əvvəl əynimizi falan dəyişəcəyik. Bu arada Cheong da, mən də saçımızı yığdıq. Belə oldu. Bəli, başlayaq. Bəli dostlar, biz əynimizi dəyişdik. İndi çantamı qoyacağam. Və başlayacağıq. Çantamı hara qoyacağımı indi tam dəqiqliyi bilirəm. Keçən dəfə yer tapmırdım, amma indi bilirəm hara qoyacağam. Elə keçən dəfəki yeri qoyacağam. Burada həm gizlidir, həm də yaxşıdır. Qoymağa başqa yer yoxdur. Bəli. İndi gəldik yemək bişirməyə. Demək. Birinci yeməyim. Baxaq görək nədir. İkinci yemək isə birinci yemək Cheong, ikinci yemək isə mən hazırlayacağam. Cheong, bu arada balığı başdan bişirməlisən. Çünki burada balıq pişmişdi. Tamam, bişirərəm. Bəli, indi balıq və bir dənə də bundan alındı, yəni adını tam deyə bilmədim. Cheong gedir onları götürməyə, biz də onunla gedək. Cheong nədir? Dostlar, burada niyə belə bir şey qoyublar? Hər neysə bunu qoydum bura. Mənim elədiyim deyil. Demək, buradan götürəcəyim şeylər balıq və o bayaq göstərdiyim şey olacaq. Bundan mənə lazımdır. Bir dənə balıq Cheong'a. Cheong'un balıq tutur forması. Cheong'a bu. Mənə isə bu lazımdır. Bəli. Cheong və mən əşyalarımızı götürdük. Sadəcə mənim də yer yoxdur. Demək, şu anda birinci ən yaxşı mən bunu bura qoyum. Cheong. Cheong'un balığını pişirir. Bəli. Cheong burada yeməklərini hazırlayacaq. Mən isə burada hazırlayacağım. Burada var imiş, heç mənə lazım olmadı bunlar. Qoyaq ara. Cheong balığı pişənə qədər nə edəcəksən? Bunu doğrayacağam. Bəli, Cheong onu doğrayır. Mən isə pomidorumu və pendirimi hazırlayacağam. Demək, buradan Cheong bunu verək. Aha. Bu arada dostlar, evdə çox vaxt yeməkləri Cheong pişirir. Ona görə bilmirəm də, yəni necə pişirəcək. Məncə yaxşı pişirər. Bəli, şimdi də doğradıq və Cheong'un balığı hazırdır. Cheong indi balığını hazırlayır. Hazırdır. Və yeməyini sobaya qoyur. İndi mən hazırlayıram. Bəli, mənimki hazırdır.
Mənimki pişmir, mənimki hazırdır. Hazırladığımız yeməkləri buna qoyacağıq. Bu bilmirəm niyə. İndi biz yəni tam dəqiqliklə bunları öyrənmədiyimiz üçün biz bunları əlbəttə ki, müştərilərə verməyəcəyik. Bu gün bura bağlıdır. İcazə alıb gəlmişik. Ona görə biz buna qoyuruq. Demək, Çeyong, sənin yeməyin də hazırdır. Çıxardıq. Bəli, indi üçüncü və dördüncü yeməyə baxırıq. Bəli, üçüncü yemək bastırmalı spagettidir. Dördüncü yemək isə belə bir şeydir. Üçüncü yeməyi Çeyong, dördüncü yemək isə mən hazırlayacağam. Bunları qoyaq belə. Çeyong'a bir dənə spagetti. Çeyong sənə başqa nə lazım idi? Bastırma. Okey, Çeyong'a bir dənə də bastırma veririk. Buradaymış. Buyur Çeyong. Çox sağ ol. Sən də sağ ol. İndi mən üçün lazım olan bundan götürürük. Bir tane de kök götürürük. Onlar haradaydı? Bəli, buradaydı. Bunu götürə bilmirəm yenə. Bura qoyacağım. Çeyong yenə pişirməlidir yeməyini. Çeyong, buyur. Sən sonra bura koydum. Çox sağ ol. Çeyong, nə edəcəksən? Su qaynasın, spagettilərimi hazırlayacağam. Sonra pastırmalarımı hazırlayacağım. Və spagettilərimin üstünə qoyacağım. Bəli, Çeyong belə bir şeydir. Buyur Çeyong. Bəli dostlar, mənim yeməyim hazırdır. Mən pişirdim, hazırladım. Gördüyünüz kimi Dani də hazırladı. Bəli dostlar, mən də hazırladım. İşte bunları yenə qoyacağıq bura. Bəli. Sonra baxırıq o biri tariflərimizə. Mən kamera hara qoymalıyam? Mən düşünməliyim ki, kamera yeməkləri falan götürəndə hara qoyum. Baxacaq. Çeyong 5-ci yeməyi hazırlayır. 5-ci yemək ət və belə bir şeydir. Mən bunun pendirlisini hazırlamışdım. Çeyong pendirlisini hazırlamışdım. Yox, köklüsünü hazırlamışdım. Böyle Çeyong'a indi veririk. Çeyong, indi sənə lazım olanlar şeylər götür. Bəli dostlar, mənə bir dənə bu lazımdır. Ət yəni lazımdır. Bir dənə də belə bir şey lazımdır. Adını bilmirəm. Bəli dostlar, Çeyong öz yeməklərini götürdü. Bunlardan hazırlayacaq. İndi isə mən götürəcəyəm. Amma kamera əlimdə olduğunda götürə bilmədiyim üçün kameranı saxlayıb götürəcəm. Bəli dostlar, biz sadəcə götürmədik yeməkləri də hazırladıq. Çeyonguncu belə görünür, mənimki isə belə görünür. Bunları yenə bayaqki qutuya qoyuruq. Bağlayaq, çox yer tutur. Kesirik o biri tariflərimizə. Baxaq görək orada nə var.
Bəli dostlar, 7-ci yemək Cheong, 8 isə mən hazırlayacağam. Hazırlamadan qabaq sizə bir şey deyəcəyəm. İlk videomuz 300-dən çox baxış alıb. Çox təşəkkür edirəm. Yəni heç bir videom bu qədər baxış almamışdı əvvəlki kanalımda falan. Bu məni çox sevindirdi. Çox təşəkkür edirəm. Əgər videolarımı bəyənirsə, like atıb kanalıma abunə olmağı unutmayın. Yorumlarınız da mənim üçün çox önəmlidir. Zəhmət olmasa yorumda yazsanız çox sevinərəm. Bəli, Cheong kolbasa və pizza lazımdır. Buradan Cheong'a bunu vereyim. Bu arada Cheong videomuz 300'den çox baxış alıb. Nə fikirləşirsən? Çox yaxşıdır. Heç bu qədər gözləmirdim. Bəli dostlar, heç bu qədər gözləmirdik. Videoda çox dəyişik bir şey oldu. Bəli. Mənə lazım olanlarsa dəqiqə. Mənə nə lazımdır? Onu özüm də bilmirəm heç. Nə lazımdır? Bir kimi. Hər neysə, bir dənə də göbələk lazımdır mənə. Bəli, göbələk hardadır? Tapdıq. Gedəcəm. Kamera bura qoyuram, Mosta buradan oraya çəkir. Cheong öz hazırlamağı göstər. Bəli, ilk olaraq kolbasalarımızı doğrayırıq. Sonra isə pizzamızı açırıq. Yenə də deyirəm, sesim qəribə gələ bilər, xəstələnmişəm ona görə. Bəli, indi kolbasaları qoyuruq pizzanın üstünə. Və mənim yeməyim hazırdır. Bəli dostlar, indi sıra məndədir. Mən hazırlayıram. Bura bir pizzam var və bir dənə də göbələyim var. Göbələklərimi doğradım, qoydum pizzanın üstünə. Mənim də yeməyim alırdı. İndi qoyuruq yenə o qutuya. Demək, açıq bu video mənə çox maraq gəldi. Hətta kanaldakı ən çəkməyə zövq verən videolardan biridir. Mən çox maraqlı olur bu videolar. Demək, sonra nə hazırlayırıq? Cheong. Cheong belə bir şey hazırlayır. Pendir və ətdən ibarət. Mən isə bir aş hazırlayıram. Göbələkli. Cheong da ət hazırlayır. Buradan gələ. Cheong'un ətini verək. Ət buradadır Cheong'un. Əslində pendir orada var. Buyur Cheong. Cheong koy bu pişsin. Cheong уже hazırladı. Daha tam hazır değil ama hazırlayıp demək olar. Deməli dostlar, mən bir dənə belə aş götürürəm. Sonrasında isə göbələklərimi götürürəm. İndi gedək hazırlayaq. Bəli dostlar, yenə bizim yeməklərimiz hazırdır. Cheong, bu video necə bir şeydir? Məncə maraqlıdır. Əgər belə videoların tez-tez gəlməyini istəyirsə, yorumlarda videonun necə olduğunu da yazın ki, biz bilək, bəyənirsiniz yoxsa yox. Bəyənirsə belə videolar daha tez-tez gələr. Bəli dostlar, Cheong doğru deyil.
Yine bu yeməkləri qutuya qoyuruq. Aslında benim qorxduğum şey oydu ki, yəni bunlar insanlara versə, insanlar zəhərlənər falan. Amma yəni biz elə bir şey elədik ki, artıq hani tətil günlərində gəlirik. O gündə bir dənə dayı var idi. Dayı da yemək pişirməkdə yaxşı idi, amma dayı bezdirdi. Bəli. Yəni o gündən sonra dayı ilə bir daha şey eləmədik də, yəni video qutarandan sonra videoya baxdım. Əsl mənada dayı videonu həm gülməli eləyib. Bu da pisi bir həmişə belə qəribə bir insanlar qarşılayır. Ona görə tək olmamız yaxşı oldu. Dayım da mən orada sinirlərimlə oynadı. Əlbəttə Cheong burada heç bir problem yoxdur. Çünki Cheong o videoda yox idi. Hətta baxandan sonra mənə deyir ki, çox gülməli video olub. Mən də eləyəcəm. Amma çox gülməli video olmuşdu. Amma çox da sevməm. Çünki Cheong demişdi ki, o video çox gülməlidir. Elə olmuş da neyniyim? Heç olmasa şey eləmədə orada olmadığım üçün. Hər neysə devam edək. Şirniyyat hazırlayırsan. Mən də şirniyyat hazırlayıram. İçimizə də çiyələk lazımdır. Kamera çəkir oranı. O son çiyələklər qaldı. Al bacı. Sen çiyələyin. Və mənim çiyələyim. İndi marshmallow krema formu bir şey lazımdır bizə. Cheong üçün bunu məmsuna marshmallow götürdük. Gəldim bacı. Ala. Çox sağ ol bacı. Demək marshmallowlarımızı açırıq. Sonra çubuqlara falan keçirik. Çiyələklərimizi doğrayırıq. Cheong'a baxın görün nə edir. Mən çiyələklərimi doğrayıram. Doğradıqdan sonra isə bunu hazırlayıram. Və artıq qoyuram. Hazır olur. Bu qədər idi, mən hazırladım. Bəli dostlar, Cheong danışana qədər mən də hazırladım. Artıq eləməyim bir şey qalmadı. Mənə çox maraq gəldi. Başqa nəsə eləyək, yoxsa yox. Bilmirəm. Bəli, Cheong şu anda heç nə bilmir. Kutu doldu. Buradan bir dənə də kutu götürək. Bəli, indi mən nə hazırlaya bilərəm? Mən heç nə hazırlamayacağım. Bilmirəm nə hazırlayayım. Əgər bu videonun üçüncüsünün gəlməyini istəyirsə, bu videonu 50 baxışdan çox eləməlisiniz və 2 bəyəni gəlməlidir. 50 baxış və 2 bəyəni istəyirəm bu videonun üçüncüsü üçün. Onda isə artıq kitabdan baxmayacağıq, yəni sərbəst eləyəcək və nə hazırlamağımızı istəyirsə yorumlara yazarsınız. Biz onları hazırlamağa çalışacağıq. Tam bir kaos video olacaq. Böyük ehtimal onu burada seçməliyik. Onu artıq evdə seçərik. Hə Cheong? Hə, elə elərik böyük ehtimal. Bəli. Onda yenə deyirəm, videonu bəyəndisə like atıb abunə olmağı unutmayın. Bye bye. Bye bye.